Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Patoloji, yəni xəstəlikli utancaqlıqdan danışacağıq. Burada təbii ki, söhbət normal insanın yaşadığı utanma hissindən getmir. Bu tamamilə normaldır və insanın abırlı, həyalı, səxavətli, eyni zamanda sözün əsl mənasında insan olduğunu göstərir ki, bunun nəticəsində də insan öz sərhədlərini və başqalarının sərhədlərini bilir. Patoloji utancaqlıq əslində nə deməkdir? Patoloji utancaqlıq o deməkdir ki, yəni insanın bir real mənliyi var, bir də ki, ideal mənliyi var. Hansı ki, o elə olmalıdır. Bunu da ona kim öyrədib? Uşaq vaxtı yeniyetməlik dövründə məktəbdə və yaxud da universitet dövrlərində və yaxud da onu əhatə edən insanların yanında, sosial medialarda və yaxud da deyək ki, standartlarda ki, müəyyən bir ideal var, yəni sən mütləq o olmalısan, o olmadığın müddətcə sən mükəmməl deyilsən, sən yaxşı deyilsən, sən sevilmirsən, sən rədd edilirsən. Məsələn, deyək ki, uşaq vaxtı travmalarının əsasını təşkil edən belə bir təlqindən söhbət açaq. Təlqinlər küməsindən daha doğrusu. Məsələn, uşaq vaxtı kişiyə öyrədirlər ki, kişi ağlamaz. Yəni, uşaq da bunu inanc olaraq qəbul edir və böyüyəndə ağlamağa başlayanda artıq özündən utanmağa başlayır. Axı, ideal olanı heç ağlamamaq idi. Amma faktiki olaraq realda elə bir situasiya, elə bir vəziyyət ola bilər ki, yəni kişi ağlaya bilər. Yəni, sən bunu %100 kontrol edə bilərsən deyə belə bir şey yoxdur. Yəni, onda başlayacaqsan ki, mən o adam deyilmişəm sən demə və başlayacaqsan utanmağa. Və yaxud da ata övladına öyrədir ki, sən bütün qiymətlərin 5 olmalıdır. Sən ən mükəmməl olmalısan, ən yüksək balla universitetə daxil olmalısan. İndi təsadüfən elə ola bilər ki, sən bir dərsi yaxşı başa düşə bilməyəsən, yorğun olasan, narahat olasan, çeşidli səbəbləri var və aşağı qiymət alasan, o zaman başlayacaqsan nə etməyə? Utanmağa. Çünki artıq o ideal insan deyilsən. Təbii ki, o ideallığa hər zamanda çatmaq mümkün deyil. Demək olar ki, heç çatmaq mümkün deyil. Çünki ideallıq əslində stabil bir şey deyil. Məsələ burasında da o dinamik bir prosesdir. Hər zaman insanın başına gələn təcrübələr nəticəsində dəyişə bilir, yeni standartlar gəlir. Məsələn, əvvəllər 90-60-90 idisə, indi 170-100 figura əsas götürülür. Modelliyə deyək ki, bir vaxtlar 1.90 boy, 1.85 boy götürülürsə, məsəl üçün deyirəm. İndi deyək ki, məsəl üçün 1.90 götürülür. Bu sadəcə misaldır. Yəni, bunlar dəyişdikcə ideal mənin kriteriyaları da daha da dəyişir və insan o ideal mənin arxasınca daimi düşməyə başlayır. Düşdükcə o bir üfüq xətti kimidir. Bir addımlığına çatırsan, amma çatan kimi görürsən, səndən uzaqlaşır. Elə bilirsən ki, yaxınındasan, az qalıb çatmağa, amma yenə də çata bilmirsən. Belədir ki, real mənliklə ideal mənlik arasında olan məsafə nə qədər yüksəkdirsə, bax, diqqətlə dinləyin, məsafə nə qədər yüksəklikdirsə, bu, insanda utanma duyğusunu bir o qədər də artırır və nəticədə insan özgüvənsiz olur. Bunun nəticəsində o ideal mənə çata bilmədiyinə görə özünə nifrət edir, öz biliklərinə, bacarıqlarına, hiss etdiklərinə şübhə ilə yanaşır, düşüncələrdə daxil olmaq üzrə və nəticə etibarilə həyatın anlamını itirməyə başlayır. Və həyatın anlamını itirəndə ya içə qapanıq, depressiv duyğular yaşayır, heç nədən zövq almır, həyat ona maraqsız gəlir, ya da qıcıqlandırıcı bir təsir bağışlayır və başqasını günahlandırır. Yəni, özü ideal olmadığına görə başqasını günahlandıraraq onları utandırır ki, bir növü bu problemin başqası ilə bölüşsün və problem də bölüşüləndə nisbətən yüngülləşir. Buna aid məsələn, sizə bir misal çəkə bilərəm. Ata işdən yorğun, arğın gəlir.
doğrudan da vəziyyəti çox kritikdir. Xəstələnib, bəlkə də qrip tutubdur, başı ağrıyır, qızdırması var. Oğlu qaça-qaça, deyək ki, belə deyək də, 10 yaşında oğlu qaça-qaça yanına gəlir ki, ayta, burada riyaziyyatdan bir məsələ var, həll eləyə bilmirəm. Adətən tablo belə olur. Ata özünü çox pis elədiyinə görə birdən-birə deyir ki, əşi, açıl başımdan, görürsən ki, başım ağrıyır, qızdırmam var. Bu əslində onun real mənliyidir. Real baş verən faktlardır. Lakin onun bir də ideal mənliyi də var ki, axı bəs valideyn hər zaman övladına yardım eləməlidir, hər zaman ondan xoş rəftar eləməlidir. Bu onun ideal mənliyidir. Və ata birdən bu ideal mənliyini yada salaraq övladına, necə deyirlər, qışqırdığı, danladığı üçün onu utanma hissi keçirdir. Və utanma hissini bastırmaq üçün məcburi övladını bir qədər də pis vəziyyətə salır ki, o utanma hissi yüngülləşsin. Və qayıdırdır ki, əşi, balaca uşaqsat deyilsən ki, nə var orada, bir dənə xırda məsələdir, onu həll eləyə bilmirsən. Mən sənin yervə bəyən məsələ həll eləməliyəm. Orada nə var ki, çox asandır, çətin bir şey yoxdur burada. Sən bu qədər yəni bacarıqsızsan. Yəni onu utandırmağa çalışır ki, özü ideal ola bilmədiyinə görə, utandığına görə öz utanma duyğusunu neynəsin? Yüngülləşdirsin. Ona görə indi əgər söhbət narsistlərdən, psixopatlardan, paranoid şəxsiyyət pozuntularından və yaxud da duyğu-durum halı, belə deyək də, müntəzəm surətdə dəyişkən olan şəxsiyyət pozuntularından əziyyət çəkən insanlardan başqa, yəni borderline və yaxud da isteroid şəxsiyyət pozuntusu, bunlardan başqa qalan bütün insanlarda davamlı olaraq birini günahlandırma, birini tez-tez tənqid eləmə və yaxud da hətta təhqir eləmə məsələləri varsa, bu onların daxillərində yaşadığı utanma, özünə utanma duyğusundan qaynaqlana bilər. Yəni əslində bu psixologiyanın dərin və incə analizidir. Ona görə insan birini təhqir edirsə, tənqid edirsə, onun altında yatan bir elə bir ki, çeşid səbəblər var. Diqqətinizə görə minnətdaram. Sağ olun.